Hörmətli izləyicilər, sizi Türkiyədən mərkəzi yoldan arası bir 150-200 metr məsafədə bir dənə belə bir həyət evimiz çıxıb satışa. Burada da belə bir yarı tikilimiz var. Ümumi 5 sotdan çoxdur. Burada da hazır tikilisi var, yarı tikilisi. Belə bir həyəti var. Biraz səliqəsizdir. Üzürlü sayın. Bir dənə belə balaca xudmani ev kimi tikiblər. Burada həyətdə sanuzə yerləşir. Hamam tuvalet bir yerdə. Biraz səliqəsizdir. Bir dənə belə bir otaq var burada. Ən çox ferma kimi də istifadə eləmiyorlar buranı. Yəni tövlələri var. Belə bir geniş həyətimiz var. Ümumi sahəsi 5 sotdan çoxdur. Burada bir toyuq saxlamağa yeri də var. Kənd təsərrüfatı üçün əladır. Burada da 100% it saxlayıblar, sertifikalıdır. Yəni bir dənə heyvan alıb çəkirsən bura. Qəşəng qalmağa yer də var. Adam bırakır sonra qalır orada. Biraz həyətimiz səliqəsiz, üzürlü sahə, quş damına kimi yeri var. Quş da saxlayıblar burada. Belə bir burada meyvə ağacları var, narı, zeytuna kimi üstündə var ağacı. Burada yay üçün, heyvanlar üçün nəzərdə tutulub. Üstü bağlı avəsti. Bunlar hamısı heyvanlar üçün nəzərdə tutulub. Tuvalet kimi. Biraz səliqəsiz üzürlü sayın. Hamısı da üstü qırılıb. Dəmir şifrindən bağlanıb. Hamısı atdenli heyvanlar üçün yerlər var. Mal da saxlaya bilərsiniz, qoyun quzu saxlaya bilərsiniz. Hamısının atdenli qapısı var. Hamısı yeri beton səliqəli. Hamısı tikilib hazır. Yəni, adam səliqəyə salsa, biraz yüngül varı remont eləsə, yəni əla yerdə heyvan saxlamaq üçün. Burada da belə bir yeri var, çox uzundur. Burada da 4 tərəfi bağlı belə bir yeri var. Bunun üstünü bağlayıb, bunu tövlə kimi istifadə eləmiyorlar. Türkiyədə ana yoldan 150-200 metr məsafədə. Yol da pis deyil, normaldır. Qazı. İşığı var, su da məhəllədə. Məhəllə kimi çəkilib. Alan adam ucuz, suyunu özün geri çəksin. Zeytun ağacına kimi, üstündə zeytunun kimi vardı. Su bakımız da var.